بسم رب الشهداء والصديقين ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين aleyhisselam. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi Məhərrəm ayına daxil olmuşuq. Bu hüzünlü, kədərli ayın gəlişi ilə bağlı bir daha başda ağamız, Mövlamız İmam Zaman əleyhissalam olmaqla dəyərli rəhbərimizə, böyük alimlərimizə, müctəhidlərimizə və siz əziz müsəlman bacı qardaşlarımıza başsağlığı veririk. Allah Teala'dan arzu edirəm ki, bu dünyada bizi ağamız İmam Hüseyin əleyhissalamın ziyarətindən, ahirətdə isə o həzrətin şəfaatindən bizləri binəsib etməsin inşallah. Dəyərli izləyicilər, bildiyiniz kimi bu günləri inşallah hörmətli ustadımız Aşura ziyarətinin şərhi haqqında danışacaq. Allahın izni ilə biz də ustadımızın sözlərinə, söhbətlərinə diqqətlə qulaq asaraq, o ki, hər həftə oxunur ziyarət-i Aşura, onun şərhi haqqında, mənaları haqqında qısa da olsa inşallah məlumat ələ gətirək ki, oxuduğumuz bu ziyarət-i Aşuranın mənasını başa düşək. Bəli, İmam Sadiq əleyhissalam buyurur ki, Allah Teala üçün ən sevimli əməllərdən biri də İmam Hüseyin əleyhissalamın qəbrini ziyarət etməkdir. Və bir daha da Allah Teala'dan arzu edirəm ki, üzümüzə gələn bu ərbəyində bizlərə ağamızın, Mövlamızın ziyarətini bir daha nəsib etsin. O mübarək ərbəyin yürüyüşündə inşallah hər birimiz iştirak etməyə nail olaq. Bəli, dəyərli izləyicilər, studiyamızın bugünkü çox dəyərli, hörmətli qonağı cənab Höccətül İslam Ustad Eldar Əli Hüseyin Zadədir. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun. Bu kədərli, hüzünlü günlərlə bağlı sizə də başsağlığı veririk. Aleykümselam və rəhmətullah. Murtaza müəllim, mən də sizi və hörmətli tamaşaçıları salamlayıram. Aleykümselam. Və bütün haqq əhlinə bu böyük müsibəti başsağlığı deyirəm. İnşallah ümidvaram Allah Təbarək və Teala'nın mərhəməti və məhəbbəti sayəsində İmam Hüseyin əleyhissalamın lütfü bizim hamımıza şamil olsun. Amin inşallah ustad. Allah razı olsun və bir daha da təşəkkür və minnətdarlığımızı bildiririk ki, dəvətimizi qəbul edib, vaxt ayırıb gəlirsiniz, zəhmət çəkirsiniz. Ustad elə bayaq da qeyd etdik ki, mövzumuz Ziyarət Aşuranın şərhi barəsindədir. İstərdik ki, bu dəyərli ziyarətnaməni bizlər üçün şərh edəsiniz, açıqlama verəsiniz ki, bizlər də inşallah sizin sayənizdə maariflənək. Bismillahirrahmanirrahim. Esselamu aləl Hüseyin və alə Ali ibn Hüseyin və alə evladil Hüseyin və alə əshabil Hüseyin aleyhimussalam. Təşəkkür edirəm bu gözəl verilişinizə görə. Aşura ziyarəti məşhur ziyarətlərdəndir və bunun şərhi çox verilişlərə sığası bir şərhdir. Yəni, bir-iki verilişlə əslində bunu izah etmək çətindir. Eyni zamanda gərək çox savadlı alimlər gəlsin burada bunu şərh etsinlər. Amma biz öz növbəmizdə bir neçə veriliş çərçivəsində bəzi məlumatları Aşura ziyarətinin barəsində əziz tamaşaçılarımıza çatdırırıq ki, ən azı ziyarətin həm mahiyyəti ilə, həm fəziləti ilə, həm bir sıra onun cümlələrinin marifi ilə, cümlələrinin mahiyyəti ilə, cümlələrinin mənası ilə inşallah tanış olsunlar. İnşallah. Bir neçə mətləbi mən ilk verilişdə demək istəyirəm müqəddəmə ünvanı ilə. Əgər çatsa bu verilişdə şərhə daxil olacaq, çatmasaq bu müqəddəmə çox mühüm müqəddemədir. Ümumiyyətlə
Peyğəmbər sallallahu aleyhi və səlləm və Əhl-i Beyt əleyhissalatü vəssalamın ziyarətnamələri iki cür olur. Onun bəziləri salam və salavat üzərindədir. Yəni onun necə deyirlər, payə və kökü, fundamenti və əsası salamlar üzərində və Əhl-i Beyt əleyhissalatü vəssalamın məqamları üzərində qurulur. Məsələn, Cami-i Kəbirə ziyarəti kimi böyük bir ziyarətnamədir və Əhl-i Beyt əleyhissalata məxsusdur və orada bu cürdür, yəni salam üzərində qurulubdur və çox ziyarətlər bu cürdür. Bəzi ziyarətnamələr var, onların kökü, payəsi, əsası dua üzərindədir. Məsələn, Əminəllah ziyarəti kimi ki, Həzrət Əl-İslamın ziyarətidir. Orada 3 cümlə salam verdikdən sonra keçir duaya. Yəni, birinci qrup ziyarətdə bizim müxatəbimiz məsumdur. İkinci qrup ziyarətnamədə bizim müxatəbimiz kimdir? Allahdır. Bunu da əlavə edim ki, bütün ziyarətnamələrdə dua vardır. Belə deyil ki, dua olmasın. Hamısında dua vardır. Amma baxanda ziyarətin əsasını nə təşkil tapır? Bu çox diqqətli məqamdır. Aşura ziyarətinə gələndə bu bir qədər fərqli bir ziyarətnamədir. Mən bunun bir imtiyazına görə bu müqəddəməni açdım. Bunda da dualar var, inşallah biz şərhlərdə deyəcəyik. İnşallah. Amma bunun baxanda əsası salam və lə'nə bağlıdır. Yəni, bunun belə bir fərqliliyi var. Bu salam və lə'n həqiqətdə Aşura ziyarətinin xülasəsidir. Ona görə hər kəs Aşura ziyarətini hər gün oxuya bilməsə, elə o deyəcək, sonda 100 salam, 100 lə'n var. Onun hərəsini bir dəfə oxusa gözəldir. Çünki Aşura ziyarəti orada xülası olunub. O salam və ləndə xülası olunub. İnşallah oxuyanlar bilir və oxuyanda da diqqət, bir daha bu baxışla diqqət etsək, görəcək ki, ziyarətnamə əvvəldən axıra qədər lə'n və salamdan ibarətdir. Ustad, onda yəni bu ziyarət Aşuranı digər ziyarətnamələrdən ya belə deyək, dualardan fərqləndirən ən əsas mühüm məsələ salam və lənlərin olması. Bir-birinin kənarında olmasıdır və bunun da böyük səbəbi var. Nə demək istəyir? Bu şərhdə daxil olacaq ona. Nə üçün salamla lən nə deməkdir? Ki, 100 salam, 100 lən sonda, ondan əvvəldən başlar salam lənlə da qurtarılır. Yəni, məxsus bunun səbəbi var da? Səbəbi var, bəli. Səbəbi var və bu səbəb məhz ziyarət Aşuranın imtiyazıdır və digər ziyarətlərdən bunu fərqləndirir. İkinci nöqtə budur ki, bunun ziyarətin oxunmaq qaydasıdır, mən bunu deyim. Neçə cür oxunmaq qaydası vardır bunun? Bəli, bəli. Əsası bundan ibarətdir ki, gərək sonda olan lən və salamlar kamil şəkildə deyilsin. Yəni 100 dəfə lən, 100 dəfə salam deyilsin. Bəzi hədislərdə gəlibdir ki, əgər insanın vaxtı yoxdur və yaxud da hövsələsi yoxdur, bu zaman Əs-salamu aleyk ya Əba Abdillahdan başlayır, sonda gəlir bu salamın sonunda gəlir Əs-salamu alə Hüseyn və alə Ali ibn Hüseyn və alə avlad olsun. Bu gəlir də, qısadır bu. O salamı gəldi, bunu 100 dəfə desin, bu sonunu. Əs-salamu alə Hüseyni 100 dəfə təkrarlasın. Axırıncısını. Daha əvvəldən Əs-salamu aleykə Əba Abdullahı təkrarlamır. Və lə'ndə də bundan qabaq ləndi. Allahümmə əl'anə əvvələ zalimin zələm haqqı Muhammed. Sonda boş bunları desin ki, Allahümmə əl'anhum cəmi'a. 100 dəfə bunu desin. Əgər vaxtı yoxdursa. Vaxtı yoxdursa, əvvəldən oxusun, gəlsin bura çatanda Allahümmə əl'anhum cəmi'anı 100 dəfə desin ki, bu bir qəz konkretləşir və xülasələşir. Və bəzi variantda deyilib, mən bunun üçün etibarlı hədis görmədim. Amma bu məşhur olub bir növ, bir sıra
alimlərin dilində ki, salavatı ləni bir dəfə desin, qurtaranda mi'ətə mərrə sözünü işlətsin. Yəni 100 dəfə. Aha. Yəni salam dedikdən sonra deyir ki, salam olsun İmam Hüseynə. Bunu 100 dəfə təkrar etmək əvəzinə deyir ki, salam olsun İmam Hüseynə 100 dəfə. Aha. Lənət olsun İmam Hüseyn əleyhissalamın düşmənlərinə və. Bunu 100 dəfə təkrar etməkdən bu lənət olsun İmam Hüseyn əleyhissalamın qatilinə, düşmənlərinə 100 dəfə. Aha. Bir var o sözü 100 dəfə təkrar edəsən, Bir dəfə 100 dəfə sözünü deyir. Yəni mənim Bəli. və niyyəti də bu olmalı ki, mən 100 dəfə bunu lənət edirəm. Bəli. Bəli. Əlbəttə bəzi hədislərdə nəql edirlər bunu ki, tis'a və tis'inə gəlibdir. Yəni bir dəfə deyilir, Bəli. sonra 99 dəfə, sonra deyilir ki, 99-da bir əlavə. Aha. Bu bəzi hədislərdə Bəli. gəlibdir. Hər halda kamili əvvəlidir. Yəni ona görə də alimlər tövsiyə edirlər ki, bu kamil oxunsun. Bəli. Amma bir variant da oxumaq vardır ki, adətən bizlər elə məclislərdə əvvəlində, sonunda oxuyuruq. Orada nə 100 dəfə niyyət edirik, nə tis'a 99 niyyət edirik. Elə bir dəfə oxuyuruq. Bu necədir? Rəza ümidi ilə eyb yoxdur. Bu şəkili yoxdur ziyarət Aşuranın əslində. Amma nə eybi var? Bir ziyarətnamədir, Aşura ziyarətnaməsi oxuyuram, onunla təvəssül edirəm. İndi 100 dəfə deməyə də hövsələm yoxdur. Əsl Aşura ziyarətinin savabı da verilməsə, İmam Hüseyn əleyhissalama təvəssülün savabı ki, verilir. Ona görə də orada yaxşıdır. Çünki bu hədis ehtimalı böyükdür. O 100 dəfə ehtimalı var. O 100 dəfə niyyətini etsinlər ki, burada Aşura ziyarətinin kamil savabına da yiyələnsinlər. Və yaxud o yerə çatana 100 dəfə sözünü də 100 dəfə sözünü desin. Bu oxunmaq. Sonda, lap sonda inşallah ola bilsin ikinci verilişdə mən bunu deyəcəyəm. Ki, bir daha da kamil onun oxunmaq forması vardır ki, yəni bir namazı vardır, duası vardır, onlara sonradan gələcək. Amma bir nəfər istəsə həftədə bir dəfə, ayda bir dəfə kamil, normal ziyarət aşırı olsun, bundan ibarətdir ki, 100 salamı da desin, sonda 2 rəkətdə ziyarət namazı qılsın. Ustad, bəzən ziyarət və aşuraların da mətnləri də fərq eləyir. Onlar Elə bir ciddi mətndə fərq yoxdur. Aşura ziyarətində elə bir ciddi mətn yoxdur. İndi mən inşallah sənədə daxil olmalı deyəcəyəm. Bəzi yerlərində, məsələn, Huda əvəzinə Məhdi gəlib və ya əvəzinə kum gəlib, yəni belə deyək, mən əvəzinə siz gəlib, belə bir şeylər olubdur. Yəni cüzi fərqlər var. Çox cüzi fərqlər. Bəli. Məsələn, deyirlər ki, Ayətullah Qazinin xüsusi bir nüsxəsi olub. Orada mən baxdım o nüsxə, gördüm ki, orada Hudəni Məhdi deyib və elə də bir başqa bir fərqi yoxdur. Bir-iki dənə yerdə. Elə bir çox fərq yoxdur. Və bəzilərinin dilindən adam eşidir ki, sonda olan lən yoxdur. Allahümə xussən dəblə dalimin. Amma mən mötəbər kitabları araşdırdım. Hal-hazırda Məfatihul Cinanda olan Aşura ziyarəti bizim əsas mənbələrimizdə vardır. Amma qaydaq mənbələrə elə vurudum. Mənbələrimiz nədir? İlk mənbəmiz burada Əl-Məzardır. Əl-Məzar ziyarətnamə kitabıdır. Yəni çox qədimlərdən İbnül Məşhədi adına mərufdur bu şəxs. O yazıbdır, sənədləri ilə gətiribdir bütün ziyarətnamələri. İlk hardasa səhv etməsəm, yəni 11-ci imamın səhabələrində dərk edibdir. Yəni yaxındır. Demək olar ki, imam qeybətin, suğra qeybətin ətraflarındadır bu şəxs. Səhv etmirəmsə bu sözdür. Yəni çox yaxındır məsuma. Yəni Şeyx Tusidən, Şeyx Mufiddən qabaqdır bu. Və o burada hədisi sənədi ilə gətiribdir və sənədi də araşdırıblar və sənədi də yaxşıdır. Bir nəfərin barəsində sənədə şübhə var. O da Ayətullah Xuyinin bir xüsusi elmi əsası var. O da orada həll olur. O əsasla mən artıq bunu burada söhbət etmək istəmirəm. İbn-i Quleveyhin Kamil-ü Ziyarət adında bir kitab var. Onun ravilərindəndir bir məbnaya əsasən. O da düzəlir. Sənəd məsələsi. Və ikinci bizim buna mənbəmiz Misbahul Mutəhəccid Şeyx Tusidir. Bizim böyük alimlərimizdəndir. Ki orada da eyni elə heç bir dəyişiklik olmadan
Əl-Məzarus Şərif kitabında olan ziyarətnamə hədisləri ilə orada gətirib nəql edibdir və bu dediyim kimi bu Məfatihul Cinanda Misbahdan nəql edilir. Məfatihul Cinandakı var, Şeyx Tuzidən nəql edibdir. Aha, oradan o kitabı. Bəli, onun Əl-Misbahul Mutəhəccid kitab sənəd oradandır. Bəli. O da sənədin demək olar ki, Məfatihul Cinanda da gətirilir. Farsı o kitab ərəbidir. Hər halda əvvəla ciddi iradı yoxdur sənədinin. Bu bir. İkinci, belə deyək, fiqh elmində bir bəhs vardır ki, hədislərin və yaxud deyək, hədis elmində, əsasən fiqh elmində bəhs olunur ki, hədislərin etibar olmasına bir qayda vardır ki, müstəhəb əməllərin sənədinin möhkəm olmağına çox da bizim ehtiyacımız yoxdur. Hədis varımızdır, Peyğəmbər sallallahu aleyhi və səlləmdən gəlib hər bir məlumat gələrsə, başqa sözlə Əhl-i Beytdən bir hədis gələrsə, insan onu Peyğəmbərdən gələn hədis kimi, ilahi tərəfdən gələn bir kəlam kimi əməl edərsə, o hədisin savabı, o hədisin təsiri, o əməlin təsiri ona, o əməlin savabı, o əməlin təsiri ona elə verilir. Bu var və bizim məşhur alimlərimiz də əməl edirlər, ona görə müstəhəbbatın sənədinə çox baxmırlar. Yəni bu istəyir, əgər gəldi bir dənə hədis gəlib Peyğəmbərdən belə bir əməl var, sən o əməl elətmə, onun savabını qazanırsan. Yəni bu qədərdir. Bu hədis sözü mötəbərdir çox alimlərin nəzərində. İstər bu əməl həqiqətən Peyğəmbərdən gəlsin, istər gəlməsin. Qiyamətin günündə Allah deyəcək, buyur, onu o niyyətlə eləmsən. Təsamuh fi ədillətə sünən deyirlər və yaxud hədis mənbələğ eşidərsiniz. Bu özü bir bəhsdir üsul elmində ki, ona görə müstəhəbbatda hətta sənəd olsa daha yaxşı. Yəqin bir təxminən əmin oluruq ki, imamın kəlamıdır. Sənəd də olması savabı yerindədir. Bəli. Bu onda çox belə deyək, insanı bir növ rahatlaşdırır. Bəli, rahatlaşdırır. Bəli, bir əməl eləyirsən, hətta həqiqətə uyğun olmasa da belə, həmin eyni savabını alırsan. Eyni təsirini alırsan. Buna sifariş verilib. Üçüncü məsələ ki, mən elə Ayətullah, rəhmətli ki, Ayətullah Bəhçətin kəlamını deyirəm. Baxsaz elə sosial şəbəkələrdə də qoyublar bu kəlamı. Gözəl kəlamdır, onun ətrafında söhbət etmək olar. Yaxşı sözdür. Soruşurlar ki, ağa, ziyarət Aşuranın, Aşura ziyarətinin sənədində bəziləri irad edir. Ağa neçə cavab verir, biri də elə o cavablardan biri elə budur, Mənbələğ hədisindən cavabını verir. İkincisi budur ki, Şiə buna qədimul əyyamdan, qədimdən etiqad tapıb, bununla müşküllər həll edib, təcrübə ilə 100% sabit olmuş bir, buna nə deyirsən? Bir şey ki, təcrübə olunub. Neçə illərdir. İllər təcrübə olunub, hacət. Çünki bu hədisin, ziyarət Aşuranın kənarındakı hədis var, bunun barəsində gəlib. İmam Baqir əleyhissalam buyurur ki, əgər sənin hacətin olarsa ki, o hacət həll olmur. Hər yerdə olsan, o hacətin niyyətinə bu ziyarət Aşuranı oxusan, o hacət həll olar. İnsanlar Aşura ziyarətindən fəzilətlər əldə ediblər. Və elə bunun ətrafında mən deyim, çox alimlər buna. Yəni bu özü, mən istəmirəm burada o məşhur nəzəri üsul elmində bunu deyim ki, alimlər bir əmələ, bir hədisə, hətta zəif də olsa əməl edirlərsə, onun sənəd düzəlir filan. Bundan işimiz yoxdur. Xeyr, böyük şəxsiyyətlərin, böyük alimlərin, böyük ariflərin, Şeyx Tusi kimi qədimdən, Seyyid Murtəza kimi məsələn və müasir alimlərdən İmam Xümeyni kimi, Ayətullah Qazi kimi, Əllamə Təbatəbai kimi, Ayətullah Bəhçət kimi şəxslərin buna himmət göstərməsi onu göstərir ki, bunlar üçün sabit olubdur. Yəni bunların həyatında sabit olubdur bu. Ayətullah Əraqidən nəql edirlər ki, çünki Aşura ziyarətinin oxunmaq qaydasında deyilib. Əgər uzaqda olarsansa, bu cür oxumağın məsləhətdir. Bir bana çıxırsan, açıq yerə və yaxud bir təpənin dağın üzərinə üzvü tutursan, qibləyə oxuyursan. Buyururlar, o yaşlı vaxtında çıxırmış bana, açıq bana, hər gün istisnasız 100 salavatla üzü qibləyə ziyarət Aşuranı oxuyurmuş. Ayətullah Əraqi. Və İmam Xümeyninin barəsində deyirlər, hətta xaricdə, sürgündə olanda imam, Parisdə olan sürgündə olub, səhv etmirəmsə, burada daxil olur, xadim olur, hər kəs olur İmam Xümeyninin yanına ki, görür əlində təsbih zikridir, deyir, ağa, mühüm bir iş var. İmam buyurur ki, yarım saat mənə möhlət verir. Deyir, ağa, iş mühümdür. İmam deyir, Aşura ziyarətindən də mühümdür. Yəni, o qədər dəyər verirmişlər
Və hətta çoxlu alimlərin, o cümlədən tanıyırlar Ayətullah Bəhçət buyururlar ki, ömründə bir dəfə də ziyarət aşıranı tərk etməyib. Şeyx Ənsaridən də bir dənə bunu deyim, çox istəmirəm vaxtı bu məsələlərlə keçirdim. Şeyx Ənsari bunu Ayətullah Bəhçət də nəql edir, bunu digərləri də nəql edir. Bəli. Buyururlar ki, 3 şeyə çox əhəmiyyət verilmiş. Şeyx Ənsari elə bir alimdir ki, Nəcəf alim olubdur. Yəni o üsul və fiqh elmində çox böyük təməl qoyubdur da. Yəni bu günlərdə 150 ildən sonra dini hövzələrdə onun kitabları yer alıbdır. Bəli, bəli. Burada bu adam bu qədər məşğuliyyəti ilə hər gün ziyarət Aşura oxuyurmuş. Hər gün yəni ziyarət Aşuranı kamil oxuyurmuş. Bir cüz Qur'an-ı Kərim oxuyurmuş və Cəfər Təyyar namazı qılırmış. Hər gün. Hər gün. Yəni bu onun gündəlik işiymiş. Yəni bu cür əhəmiyyət veriblər Aşura ziyarətinə və elə buradan bunu da deyim ki, Aşura ziyarətinin bir dənə də bayaq dediyim xüsusiyyətləri, bir xüsusiyyəti də vardır Aşura ziyarətinin. Aşura ziyarətinin xüsusiyyəti budur ki, o xüsusiyyətlərdən biri daha doğrusu. Əvvəla təkcə İmam Hüseyin Əsəlamın hərəminə məxsus deyil. Haradan istəsən oxuya bilərsən. Min qəribin əv bəidin hədisində var. Yaxında oldu, uzaqda oldu, Uzaqda fərqi yoxdur. oxuya bilərsən. İkincisi də budur ki, baxmayaraq ki, Aşura ziyarətidir, hər gün oxuya bilərsən, o da hədisdə var. Yəni sırf Aşura Bəli. gününə aid deyil. İmam buyurur ki, İmam Baqir əleyhissalam buyurur ki, əgər hər zaman edə bilsən bunu oxu. Yaxında ya uzaqda. Bəli. Bəs buradan bir dənə də mətləb bizə ələ gəlir ki, biz Məfatihül Cinana da baxsaq, Məfatihül Cinanda İmam Hüseyin Əsəlamın ziyarətnamələrində 2 cür ziyarət nəql edibdir. Ziyarət mütləqə, yəni mütləq ziyarət, yəni heç bir günə, zamana, məkana məxsus deyil. Bir də ziyarət məxsusə, əz-ziyaratul məxsusə. Bəli. Məxsus günə, məxsus zamana, məxsus məkana. Bəli. 7 ziyarət gətirib mütləqədə. 7 ziyarət gətirib mütləqədə. 6-7 tərəddüd etdim. 6-7 ziyarət gətirib. Əlbəttə o deyir ki, mən hamısını gətirə bilmərəm. Bu onu göstərir ki, İmam Hüseyin əleyhissalamın, buna da tamaşaçılarımız diqqət etsin, burada da söhbət etmək olar saatlarla. İmam Hüseyin əleyhissalamın ziyarəti digər ziyarətlərə, imamların ziyarətlərə nisbət, ziyarətnamələrə nisbət çoxdur. 6-7-sin, məsələn, elə Şeyx Abbas Qumi gətiribdir Məfatihül Cinanda və deyir ki, burada ixtisar edirəm də geniş yazmaq fürsət yoxdur. Və 6 ziyarətnamə də gətirib məxsusə. Onun elə burada konkret demiyorlar. Rəcəb ayının biri, Rəcəb ayının yarısı, Şəban ayının yarısı, yəni ortası və Ramazan ayında Qədir gecələrində olan ziyarət. Yəni bunlar ayrı-ayrı ziyarətnamələrdir. Ramazan ayında, sonra Qurban bayramı və Fitr bayramında və sonra gəlir Məhərrəm, Aşura gününün ziyarəti. Ki bu ziyarətdir. Və 2 ziyarət nəql edir və deyir çoxdur. İkisi mən burada nəql edirəm. Aşura günüsün, Aşura ziyarəti 2 ədəddir məfatihdə. Biri mərufədir, biri qeyri-mərufə. Biri məşhurdur, biri qeyri-məşhurdur, qısadır. Və Ərbəin ziyarəti. Bunlar ustad məxsus yəni İmam Hüseyin əleyhissalama aiddir. Yox, mütləqdir İmam Hüseyin əleyhissalama aiddir. Məsələn, ziyarət-i nahiyə İmam Zaman əleyhissalamdandır. Kim üçün oxuyub onu? İmam Hüseyin üçündür, başqa imamlar üçün deyil o. Yəni sırf İmam Hüseynə məhdudlaşmır da bunları. Niyə? Onu istəyirəm. İmam Hüseyin üçündür. Məsələn, ziyarət-i nahiyə ki biz deyirik, yəni ziyarət-i nahiyə adına məşhurdur ki İmam Zaman əleyhissalamdan gəlibdir. Bu İmam Hüseyin üçün deyilibdir. Amma mütləqdir. Mütləq nədir? Yəni nə zamanı vardır, nə məkanı vardır, nə müəyyən günə aiddir. Hansı vaxtda, hansı zamanda istədin oxuya bilərsən. Amma məxsusa var, müəyyən günlərə aiddir. Sırf o günlərdə. Bəli. O cümlədən Ərəfə gününün ziyarəti. Bəs 7 ziyarət Məfatihül Cinanı nəql edib. Rəcəb ayında 1-də və 15-də, Şaban ayının 15-də, Ramazan ayında Qədir gecələrində, Qurban bayramı günü və Zilhəccənin 10-unda və Fitr bayramında və həmçinin Ərəfə günündə. Bundan qabaq Ərəfə günündə ən fəzilətli gündür. Xüsusi ziyarətnamələr vardır. Bir də Ərbəin. Aşura Ərbəin. 7 ziyarət tamaşaçılar sayarlar. 7 ziyarətnamanı orada nəql edib və buyurur yenə də var. İndi baxın, Aşura ziyarəti xüsusi oldu. Bəs hamısı İmam Hüseynə məxsusdur. Amma xüsusidən burada məqsəd nədir? Xüsusi günlərə aiddir. Məxsus o günlərə aiddir. Bəli.
Bəli. Amma Aşura ziyarəti hansından oldu? Aşura ziyarəti mütləqədir də. Çünki Aşura. gününə aiddir, amma hər gündə oxuya bilərsiniz, siz qeyd edirsiniz. Sən onu istəyirdim. Bəli, bəli. Bəs bir xüsusiyyəti var ki, baxmayaraq ki, Aşura ziyarətidir. Məxsusdur. Məxsusdur. Amma Amma deyir ki, hər yerdə, hər zaman hər zaman oxuya bilərsən. bilərsiniz. Budur ki, kullu yevmin. Aşura, Yəni hər zaman, kullu ərzin, Kərbəla. hər məkan. Bəli. Bəs Aşura ziyarətinin mənasıdır. Əgər o bir hədislə deyilsə, bir deyimdir və məsdəri də Aşura ziyarətidir. Aha. Bəli, zahirdə bəli, məxsus olsa belə, amma fərq eləmir. Məxsusdur zahirdə. Bəli. Həmin məkana, həmin zamana. Amma əslində imam buyurub ki, çünki hər yer Kərbaladır. Aha. Hər gün Aşuradır. Hər gün və hər yerdə Oxuya bilərsən. bunu. Oxuyasan, həmin savabı da imam buyurur, mən zaminəm. Aha. Kimdən nəql olunur bu? Bunu da deyim tamaşaçılara ki, Aşura ziyarətinin nəqli İmam Muhammed Baqir əleyhissalamdandır Aha. və bu bir növ silsilətü zəhəbdir. O Bəli, atasından nəql edibdir, o atasından nəql edibdir, Bəli, Həzrət bəli. Əleyhisselamdan nəql ediblər və Həzrət Əleyhisselam Peyğəmbər sallallahu aleyhi və səlləmdən, o Həzrət Cəbrəldən, Həzrət Cəbrəl əmin də Allahdan. Aha. Allah Azze və Cəl. Yəni bu başqa ibarətlə hədisi qudsidir. Yəni bir fərqi də Aşura ziyarətinin budur, Allahın kəlamıdır. Aha. Allahın kəlamıdır Aşura ziyarəti. Digər ziyarətlərdən fərqlənir. Fərqləndirir. Ona görə Aşura ziyarəti üçün kibrit-i əhmər deyiblər. Yəni siz baxınız, heç bir ziyarət yoxdur ki, onun barəsində təkid olunsun ki, hər gün oxunsun. Oxunsun, bəli. Nə qədər vaxtımız qalır? Vaxtımız 200 dəqiqə. 200 dəqiqə Bəli, qalır. bəli. Aşura ziyarətini istəmirəm təzə verilişə keçən bunu da. Bəli, bəli. Sizin sözünüz yoxdur. Bəli, siz əgər söz versə buyurun, olmasa bir başqa Bəli, buyurun, mən saxlayaram bu əlavəni, saxlayaram növbəti verilişə inşallah. Mən sonda tamaşaçılara demək istərəm ki, Aşura ziyarəti çox mühüm ziyarətdir. Bəli. İnşallah şərhi ilə də gələn verilişdə tanış olacaqsınız, qısa da olsa və buna çox əhəmiyyət verin. Ən azı Məhərrəm ayında bəli. və heç olmasa Aşura günü bunu 100 salam, 100 ləənlə oxuyun. Usta, belə bir sual da vermək istəyirdi ki, bəlkə indi izləyicilərimizə də elə maraqlılar ki, bu ziyarət Aşuranı məsələn həftə içi hansı günlərdə oxumaq daha yaxşı olar, daha Bəli, olar? gözəl. Cümə günləri. Cümə günləri tövsiyə olunubdur Aha. və hətta sifariş edirlər bəziləri. Çünki hər gün oxumaq çətindir. Bəli, İnsan da bəli, istəmir bəzən ki, vaxt olmaz. saxlasın Aşuradan Aşuraya. Bəli. Ona görə tövsiyə edirlər ki, cümə günləri oxunsun. Aha, cümə günü oxumaq. Cümə günləri oxunmağın çox savabı vardır. Çünki ibadət günüdür. Bəli. Usta, Allah razı olsun. Çox sağ Allah olun. sizi salamat eləsin. Təşəkkür Həqiqətən də ziyarət Aşura ki, böyük dualardan da, gözəl ziyarətnamələrdəndir ki, gözəl şəkildə izah etdiniz. Böyük alimlərin nəzərlərində, onların əməllərində bunu qeyd etdiniz. Bir daha təşəkkür və Çox sağ olun. minnətdarlığımızı bildiririk ki, bu dəyərli məlumatlarla bizi maarifləndirdiniz. Çox Çox sağ sağ olun, olasınız, var olasınız. Sağ olun. Təşəkkür edirik sizə. Bəli, hörmətli izləyicilər, bugünkü verilişimizin də sonuna gəldik, çatdıq. Hörmətli, dəyərli ustadımızın gözəl söhbətlərindən faydalandıq. Ümid edirik ki, bizlər də bu Məhərrəm ayında layiqincə inşallah həm ziyarət-i Aşuradan, həm əzadarlıq məclislərindən faydalanarıq. Allahdan arzu edirəm ki, bizləri dünya və axirət İmam Hüseyn əleyhissalamdan ayrı salmasın. İnşallah gələn verilişlərimizdə görüşmək ümidi ilə sağ olun,